Baxın, burada mən sizə bir söz deyəcəm. Buna diqqətlə qulaq as. Mənim Amerikalı dostlarım vaxtı məndən soruşurlar ki, sənin kökün hara qayıtır? Mən əslən fikirləşməmiş deyirəm ki, I'm from Azerbaijan, straight up. Sonra soruşurlar ki, where is that located? Hardadır bu ölkə? Deyirəm, one of those Eastern European countries being created after Soviet Union collapse. Avropa ölkələrindəndir ki, Şoravi dağılandan sonra əlavələşibdir dünya. Olar ki, ha, kilas axtarırsınız, Azərilər. Kilas axtarırsınız da. Mənim burada Fas həkim dostlarım var ki, məni tanıyırlar, mənim fikrimi bilirlər. Çünki mən 10-15 ildir bu fikrədəyəm. Mənim o YouTube kanalımı izləsəz, görəcəksiniz ki, mən Qarabağ müharibəsində videolar qoymuşam, Azərbaycan haqqında, hər şeydə. Bilirsən, mənim Fars həkim dostum nə deyir? Deyir ki, kaş bir dənə ölkə olardı Azərbaycan kimi. Biz o məmləkətin adını deyərdik. Bu İranı ağzımıza gətirməyək. Utandırıcıdır. Deyirəm, Tacikistan var da. Deyir, nə? Be klasi Azərbaycan نیست. Fars özü güvənmir Farslı olmağına, İranlı olmağına. Sən Azəri gedirsən, Fars dilin, zoran cücən, cırıla, ləhcəni danışırsan ki, məsələn, kilas alasan. Daş sizin başınızda düşsün, var. Yaşasın bizim Türk millətimiz.